Hər birinizi trade təliminin ilk dərsindən salamlayıram dostlar. Siz əgər bu videoya baxırsınızsa artıq deməli trade sahəsinə ilk addımlarınızı atırsınız deməkdir və mən də bu videodan sonra addım-addım siz nələr eləməlisiniz ki, təlimə başlaya biləsiniz. Onları izah edəcəm. Ancaq bu təlimə başlamazdan öncə sizə müəyyən bir əvvəlcədən uyarımı deyim, bildirişmi deyim, eləmək istəyirəm. Bu təlimin sonunda ola bilər ki, siz psixoloji problemlərlə rastlaşa bilərsiniz, sizin sağlamlığınızı itirə bilərsiniz. Ümumiyyətlə, maddi şeyləri itirməkdən danışmıram. Amma yəni sağlamlıq baxımından da çox şey itirə bilərsiniz. Əgər amma möhkəm olsanız, bu sağlamlıq məsələlərində həmişə ayaqda qalsanız, bu sahəni öyrəndikdən sonra həyatınız sizin tam istədiyiniz tərəfə qədər bütün arzularınızı yerinə yetirə biləcəksiniz. Amma yəni hər bir insan üçün potensial olaraq fərqli olur. Məsələn, adam var itir-batır yolda, adam var özünü qoruya bilir, müəyyən bir biliklərdən sonra tamamilə fərqli bir insana çevrilir. Həm qazanc baxımından, həm xarakter olaraq da dəyişilir insan. Yəni bütün emosiyalarınızı itirəcəksiniz bu dərsdən sonra. Emosiyalarınızı itirdikdən sonra psixologiyanızı itirə bilərsiniz. Sənin şəxsən büdcəvin nə qədər olduğunu bilmirəm deyə, nə qədər də maddi olaraq itirəcəyini əvvəlcədən deyə bilmirəm. Amma əvvəlcədən 100% itirəcəksən. Həmən bu dediklərimə hamısına meydan oxuyursansa, təlimə baxmağa davam elə. İlk öncə Apple Store-a giriş eləyin və bu proqramı tapın. Hansı ki, proqramın adı MetaTrader 5 adlanır. Və siz bu proqramın içinə girib, bu proqramı yükləyin. Məndə yüklü olduğuna görə birbaşa giriş eləyəcəm və giriş eləyəndə qarşınıza, yəni proqram yükləndikdən sonra qarşınıza belə bir səhifə açılacaq. İlk başlarda pullarımızı itirməmək üçün bizə sırf demo account lazımdır. Demo account nədir? İçində balansımız olacaq, amma real pul olmayacaq. Biz birinci bu real balansla hesablarımızı açıb ilk ticarətlərimizi pulsuz, yəni yalancı pullarla eləyəcəyik ki, görək ki, həqiqətən də biz bu işi mənimsəmişik. Sonra əgər qazanc əldə elədiyimizi görürüksə, o zaman real pula keçəcəyik. Ona görə ilk başlarda hələ ki, real hesab açmağa tələsmirik. İlk başlarda giririk, demo account yaradırıq. Sizin də qarşınıza bu cür bir hesablar çıxacaq. Buradan nə qədər pulla başlayacaqsa onu qoya bilərsiniz. Mən ən azı $3000 kimi qoyuram ki, yəni birinci lotlarınızı böyük eləyib özünüzü çaşdırmayın. Ona görə indi gələcəkdə biləcəksiniz lot zat nədir. Yəni bu $3000 balansla başlayın ki, sonra real pulla da başlayanda çaşmayasınız. Və qeydiyyatdan keçin bu cür bu qaydada və start eləyin. Bu qaydada da sizin qarşınıza ekranlar çıxacaq. Heç biri bizə lazım deyil. Bunların hər birini bu cür bu qaydada, baxın burada qələm işarəsi var yuxarıda sağda. Onu basdıqdan sonra bunların hər birini silin. Bu cür işarələyin və buradan zibil qutusunu basın, silinsin. Sonra isə buradan How USD, yəni qızılın cütləşməsi bizə lazımdır. Qızılla dolların cütlüyünü telefonumuza əlavə edirik. Ondan sonra baxın, burada chart yerinə girdikdə qrafik bu cür görünür. İlk başlardan sizə çox qəribə gələ bilər, qırmızı şam, yaşıl şam. Yəni bu sizin üçün o qədər də bu dəqiqə bilməyiniz vacib deyil. Hələ ki, ilk başlarda bunları edin ki, gələcəkdə zaten işləyə hər şeyin nə olduğunu biləcəksiniz. Bu proqramı bu şəkildə, bu qaydada gətirdikdən sonra, baxın, sizin balansınız burada trade yerinə gələndə, burada balans yerində görünür. $3000 balansımız var. Sonra ayarlar yerinə gələndə görürsünüz, demo hesabıdır. Baxın, hər şey bu qaydada olacaq sizdə də. Belə. Əgər bura qədər elədinizsə, keçək növbəti addıma. Növbəti addımda isə telefonunuzda Telegram proqramı olmalıdır. Telegram əməndə var deyə birbaşa giriş eləyirəm. Sizdə yoxsa yeni App Store-dan yükləyə bilərsiniz. Gəlirsiniz, baxın bu kanalı tapırsınız. Kanalımızın adı Ecomsoldier News-dur. Baxın, linki də bu şəkildədir. Ecomsoldier News. Mən hətta gəlib burada axtarış yerində də axtarsanız, bu qaydada çıxacaq qarşınıza. Bu kanalı izləyin. Sonra siqnal veriləndə sizə, indi də isə sizə siqnalları nə cür istifadə etmək lazımdır, onları göstərəcəm. Əgər bizim kanalımızda artıq siqnal verildisə, məsələn, baxın, yuxarılarda da çoxlu siqnallar var, qazanan adamlar var. Hər birinin şəkillərinə baxa bilərsiniz. Məsələn, mən indi sizə burada ancaq siqnala giriş şəklini izah edəcəm. Boş vaxtınızda girib yenə siqnallara baxa bilərsiniz. Məsələn, deyək ki, burada mən 3860 qiymətindən buy demişəm. Sonra take profit 3800, bu siqnal necə olur, sizə onu izah edeyim. Məsələn, gold buy edin demişəmsə, bu demək ki, qızılın qiyməti qalxacaq. Yəni girib qızıl üçün alış əməliyyatları qoya bilərsiniz. Giriş nöqtələri verirəm 3860 və 3856.
Bu o deməkdir ki, siz 3860 qiymətindən 3856-ya qədər qiymət düşərsə əgər, yəni çoxlu əməliyyatlar aça bilərsiniz. Hansı ki, məsələn 3860-da bir dənə əməliyyat açmısınızsa, 59-da 2 dənə aça bilərsiniz, 58-də 3 dənə aça bilərsiniz, 57-də məsələn 4 dənə aça bilərsiniz, 56-da 6 dənə aça bilərsiniz. Yəni artan şəkildə qiymətli giriş nöqtələrindən əməliyyatlarınızı artıq aça bilərsiniz. Take profit isə 3864. O deməkdir ki, take profit qazancınızı götürün deməkdir. Yəni 3860-da açdığınız əməliyyatlar 3864-də çatırsa, orada artıq qazanclarınızı bağlaya bilərsiniz. Onu da sizə qrafik üzərindən göstəreyim. Məsələn, burada indi qiymət 3960-da, artıq oradakından $100 bahalaşıb. Deyək ki, biz buradan buy əməliyyatlar açırıq və düşdükcə də açacağıq. Məsələn, 3960-dır. Bu indi 56, əgər 3960 və 3956 arası buy vermişəmsə, məsələn 3 dənə burada açdımsa, indi əgər 59-a gələrsə 4-5 dənə də orada açacağam. 58-ə gəlsə, məsələn bura gəlsə bir 6-7 dənə orada açacağam. Sonra 56-ya gəlsə 10 dənə orada açacağam. Çünki mən burada balansım $3000-dır. İndi növbəti dərslərdə göstərəcəm sizə hansı balansda nə qədər əməliyyatlar açıla bilər. Məsələn, 3960-dan buy açdıq. İndi biz qazancımızı nə vaxt götürəcəyik? Take profit nöqtəmiz bizim olacaq burada 3964. Çünki siqnalda elə qeyd eləmişəm. 3964-də olan qazancları necə avtomatik olaraq bağlanmasını göstərirəm indi. Gəlirsiniz burada qələmi basırsınız və take profit yerinə 3964 yazırsınız. Bizim artıq burada bir demək olar ki, baxın görürsünüz take profit xətti var burada. Bu əgər şam gələrsə 3964-də dəyərsə, avtomatik olaraq bizim açdığımız bu əməliyyatlar xeyirlə bağlanacaq. Amma əgər biz ziyanda tərəfin fikirləşməliyik axı. Bəzən ola bilər ki, məsələn 3960-da açdığımız əməliyyat 64-də qalxmadı, əvəzinə gəldi 3953-ə qədər gəldi. Biz o zaman nə edirik? Eyni qaydada da giririk həmən əməliyyata bura. Burada da stop loss yerinə 3953 qoyuruq. Məsələn burada nədir? 3853 deyil, məsələn burada da 3953 olacaq. Gördüyünüz kimi baxın stop loss nöqtəsi də buradır. Əgər bu şam, bu yaşılı görürsünüz, qalxır indi 61.17 qiymətindədir. Əgər 64-də qalxarsa bizim qazancımızı bağlayacaq. Bizim əməliyyatlarımızı qazancla bağlayacaq. Amma əgər yox 3953-ə düşərsə, bizim qazanclarımızı ziyanla bağlayacaq. Vaxtında bağlayacaq ki, daha da aşağı düşsə bizi daha da çox ziyana aparmasın. Bu şəkildə olacaq. Gəlin sizə biraz da MetaTrader'in içini izah edeyim. Məsələn, görürsünüz burada yuxarıda sol küncdə M1 yazılır. Bu M1, M5, M15 onlar nədir? Onları izah edeyim. Burada həmən bu şamlar ki var, bu hərəkət eləyir, yaşıl, qırmızı. Məsələn, bunların hər bir dənəsi 1 dəqiqəlik bir şamdır. Yəni 1 dəqiqə içində hərəkətini göstərir. Məsələn, bundan qabaqki 1 dəqiqədə qalxış olub, yaşıl rəngdədir. Ondan qabaqki 1 dəqiqədə düşüş olub, qırmızı rəngdədir. Amma bunu daha da çox belə geniş miqyaslı götürmək üçün məsələn 5 dəqiqəlik qoya bilərsiniz. Görürsünüz ki, 5 dəqiqəlik şamlar, görürsünüz məsələn son 3 dənə 5 dəqiqəlik şam ancaq düşüş göstərir. Deməli, qızılın qiyməti son 15 dəqiqəlik düşüşdədir. Keçirdirik yenə 15 dəqiqəliyə baxırıq. Bir dənə görürsünüz, təkcə bir dənə 15 dəqiqəlik şam sonuncu qırmızı rəngdədir. Deməli, bir dənə şam son 15 dəqiqəsində düşüşdədir. Baxın bu qaydada hər biri o şəkildə, yəni dəyişdirərək baxa bilərsiniz. M30 yarım saatlıqdır, H1 1 saatlıqdır, H4 4 saatlıqdır, D1 yəni 1 günlükdür, o birisi week 1-dir, o birisi monthdır, yəni aylıq. Belə, bu qaydada. Bunlar bildinizsə, indi sizə müəyyən şeylər də qoyunuzaq eləyim. Baxın, burada dəstək direnc deyirlər həmişə. Trade-də, məsələn, həm bir dəstək olur, bir də direnc olur. Dəstək nədir, direnc nədir? İndi də sizə onu izah edəcəm. Baxın, bu dostlar, məsələn, bir dənə xətt qoydum bura, bax, məsələn, bura. Görürsünüz, qızılın qiyməti gəlib, 45-dən dəyib həmən bu xəttdə, buradan qalxıb yuxarı. Sonra gəlib, məsələn, qalxıb 3976-ya, oradan dəyib, düşüb aşağı. Deməli, nədir? Bu 3976 və 3945 aralığında oynayır. Yuxarıda 76-da dirənir, 45-də aşağıda dəstək alır, yüksəyə qalxır. İndi isə bu ortadadır, neytraldadır. Hər hansısa bir, məsələn, bir plan yoxdur ki, məsələn, mən buradan rahatlıqla alış eləyə bilərəm, ya buradan rahatlıqla sell eləyə bilərəm. Yəni, hər hansısa bir təsdiq yoxdur ki, siz burada nəsə bir giriş eləyəsiniz. Məsələn, balaca time frame-lərə qoysanız, məsələn, oralarda ola bilər. Məsələn, 30 dəqiqəliyə qoysaq, burada da bir dənə görürsünüz. Baxın, burada da bir dənə dəstək var, görürsünüz. Sonra, məsələn, bir dənə direnc qoymalı olsaq, bir dənə direnci bura qoyarıq. Məsələn, aşağı time frame-lərdə 57 ilə 64-ün arasında oynayır belə.
Yəni bu qayda ilə məsələn 57-dən girirsiniz, bay eləyirsiniz, 64-ə çatanda oradan sel eləyirsiniz. Bu qaydada bu cür işləyirsiniz. Yəni hələ ki sizin belə qiyabi olaraq qrafiklə tanış eləmək üçün izah eləyirəm bunları. Bir də məsələn ümumi trend xətt seçmək var. Ümumi trend xətti də məsələn belə seçilir. Gəlirsiniz bura, buradan bu ikinci bu yatılı şəkildə olan xətt ki var, onu götürürsünüz. Götürəndən sonra məsələn buradan da bu qaydada qoyursunuz, görürsünüz qalxan trend. Deməli nədir? Baxın qiymət ancaq dəyib qalxıb görürsünüz. Məsələn 4 saatdır baxaq. Qiymət çox şiddətli dərəcədə qalxışdadır. Bu xətt onu göstərir. Bu qaydada. Əlbəttə ki, bunların hər biri təməl idi sizə göstərdiklərim. Ətraflı, yəni bunları öyrəndikdən sonra ətraflı dərslər daha yüksək, yəni dərslərin sonlarında olacaq. Hələ ki sadəcə siqnallara girib çıxmağın yollarını sizə göstərirdim. Amma indi bundan sonra müəyyən şeylər var ki, onlar lap belə pro şeylərdir. Onlar mən ilk dəfədən bu dərslərə sala bilmərəm. İlk dəfədən hələ ki bunlara baxın, mənimsəyin. Ondan sonra nə vaxt ki özünüzü daha yaxşı, rahat hiss edəcəksiniz, o zaman digər dərslərə də baxıb özünüzü gəlişdirə biləcəksiniz. Əgər demo hesabla artıq siz istifadə edib məğzi başa düşdünüzsə, real hesab açmaq istəyirsinizsə, real hesaba keçmək istəyirsinizsə, dərsə davam edə bilərsiniz. İndi isə sıra bizim real hesab açmaqdadır. Bunun üçün yenə XM proqramını yükləyirsiniz. XM-dən qeydiyyatdan keçmək üçün XM proqramını yükləyirik yeni App Store-dan və proqramın üstünə tıklayırıq. Ondan sonra burada Get Started düyməsinə tıklayırıq və buradan öz ölkəmizi Azərbaycan olaraq seçib öz e-mailimizi yazırıq. Burada Have a Partner kodu yerində 49WCG deyə yazmaq lazımdır. Çünki bu bizim partner kodumuzdur. Sabah üçün əgər hər hansısa bir probleminiz olarsa hesabınızla bağlı, bu partner kodu sizə kömək olacaq ki, bizə deyəsiniz və biz də həmin o kodla sizin hesabınızda olan problemlərə zada baxa bilək. Həm də ki, bizim adımız altından qeydiyyatdan keçdiyinizə görə bizim VIP kanalımıza da pulsuz şəkildə həmişə giriş edə biləcəksiniz. Və beləliklə biz qeydiyyatdan keçirik və bizim e-mailimizə doğruluq kodu göndərilir və biz həmin bu kodla e-mailimizdə doğruluyuruq. Doğruladıqdan sonra e-mailinizə gələn e-maili doğruladıqdan sonra artıq siz XM proqramına rahatlıqla giriş edə biləcəksiniz. Giriş edildikdən sonra sizin e-mailinizə yenə 6 hərfli təhlükəsizlik bir kod üçün yenə kod göndərirlər ki, siz həmin o kodunuz, bu OTP koddur, həmin zaman sizin hesabınıza, e-mailinizə gəlir ki, hesabınız güvəndə qalsın, yəni ikinci bir şəxs heç kəs girə bilməsin. Kodumuzu doğruladıqdan sonra hesabımız bu şəkildə açılır. Gördüyünüz kimi biz artıq XM-in içindəyik. İsə sıra hesabı doğrulamaqdadır. Hesabı doğrulamaq üçün burada Complete yerinə tıklayırsınız və bura öz nömrənizi qeyd edirsiniz. İndi isə burada sağda ən küncdə profil şəkli kimi bir yer var, görürsünüz. Zaratqanın altında olan. Ora tıkladıqdan sonra burada verification hissəsi var. O verification'a öz pasportunuzu yükləyəcəksiniz. Və pasportunuzu yüklədikdən sonra sizin hesabınız doğrulanacaq. Və bundan sonra siz artıq azadsınız ki, hesabınıza pul qoyasınız və yaxud pul çəkə biləsiniz. Pul çəkmək üçün də gəlirsiniz burada həmin hesabın üzərinə tıkladıqdan sonra depozit üstünə tıklayırsınız. Depoziti tıkladıqdan sonra sizin hansı yollarla pul qoya bilərsiniz, hər biri burada sıralanır. Kredit kartları var, Neteller var, Skrill var, Binance Pay var, cryptocurrencies var. Biz bunlardan ən çox kredit kart və yaxud da cryptocurrencies istifadə edirik. Kredit kartla eləmək daha sadə və asandır. Demək olar heç faizi çox az tutur, heç demək olar tutmur. Məsələn, girib tıkladıqdan sonra $100 yazırsınız. Və yazdıqdan sonra, məsələn, elə bir ki, saytdan nəsə alırsınızmış kimi sizi bir səhifəyə göndərir. Yenə adi qayda ilə öz kart detallarınızı yazdıqdan sonra həmən pul sizin kartınızdan çıxıb XM hesabınıza köçür. Yadınızda çıxartmayın, depoziti hansı kartla eləyirsinizsə, pulu çıxardığınızda sırf həmən o kartı eləməlisiniz ki, XM pulu sizə göndərsin. Depozit etməkdə, ümumiyyətlə pulu çıxartmaqda hər hansısa bir probleminiz olarsa, bizim adminimizə 724 yaza bilərsiniz. Həmin adminin nömrəsini bura qeyd edirəm. 099 706 0181. Bu bizim adminimizin nömrəsidir, hansı ki ancaq Telegram istifadə edir. Bu nömrəni Telegramda axtararaq bütün suallarınızı verə bilərsiniz. Əgər nömrə ilə tapa bilməsəz, o zaman Telegram adını da sizə göstərəcəm indi. Telegram adı da bu cür yazılır. Gəlirsiniz Telegrama giriş edirsiniz.
Balansınıza pul yüklədikdən sonra burada gördüyünüz kimi artıq görsəniz ki, məsələn 117 dollar bu hesabda artıq pul var və siz bu 117 dollarlıq hesabınızı MetaTrader-ə necə bağlaya bilərsiniz? İndi də sizə onu göstərəcəm. Buradan Manager yerinə gəlirsiniz və Account Information yerinə tıklayırsınız. Account Information yerinə tıkladıktan sonra burada həmən bu XM Global MT515 yazısını kopyalayırsınız və keçid edirsiniz MetaTrader 5-ə. Keçid elədikdən sonra isə burada ayarlara basırsınız və New Account yerinə tıklayırsınız. Və tıkladıktan sonra həmən bu bayaq kopyaladığımız yazını bura yapışdırırsınız. Və gələn ilk XM Global Limited yerinə girirsiniz. Yaladığımız yazını bura yapışdırırsınız. Və bunu bura əlavə edirsiniz. Ondan sonra burada server MT5 çıxıb. Amma siz bayaq oradan kopyalayanda gördüyünüz kimi baxın burada 15 yazılmışdı. Ona mütləq diqqətlə fikir verin. MT5 və 15. Bu bizim serverimizdir, okey? Biz bunu burada görürük ki, MT5 15-dir. Keçirik login yerinə. Login yerində də gəlirik buradakı meta ID-mızı götürürük və yapışdırırıq bura. XM-i açanda hansı parolunu açmışdınızsa, həmən parolu istifadə edə bilərsiniz. Və beləliklə bizim hesabımız açıldı. Bu bizim artıq olacaq real hesabımız. Burada da eyni qayda ilə gördüyünüz kimi əgər sizdə varsa istifadə eləyin, gold yazılır. Əgər yoxdursa da ki, burada HUSD yox, gold gedir. Hesablarda qızılın qiyməti golddur, HUSD deyil. İndi brokerə görə fərq eləyir bəzən. Amma yəni XM-də gold yazılır. Əgər sizdə burada gold yoxdursa, bura bu şəkildə gold yazıb axtarıb tapa bilərsiniz. Artıq siz ticarət eləməyə hazırsınız. Dostlar, indi isə bayaq sizə yüklətdirdiyim proqramların içində Binance da var idi. Binance-ın içinə giririk. Əgər biz kartla pulu XM hesabımıza qoya bilmiriksə və yaxud da pulu oradan çəkə bilmiriksə, indi sizə ən asan yolunu Binance üzərindən necə pul qoymaq olar onu göstərəcəm. Giririk Binance-a, sonra buradan ən sağdakı Assets yerinə giririk. Burada login istəyəcək bizdən, yəni giriş eləməyim üçün bir e-mail istəyəcək. Ancaq mən başdan sizə göstərirəm deyə indi buradan Create a Binance Account edirəm. Create elədikdən sonra burada e-mailimizi yazırıq. Belə telefon nömrəmizi yaza bilərsiniz. Nəysə, e-mail yerinə e-mailimizi yazırıq yenə 2022@gmail.com. Görək bu hesabda Binance varmı? Yəqin ki olmaz. Hə, İndi isə həmən e-mailə kod gedir. Həmən o e-mailə gələn kodu buraya yazıb qeydiyyatdan keçə bilərsiniz. Kodumuz 738-688-dir. 738-688. Və beləliklə qeydiyyatdan keçirik. Bura parolumuzu yazırıq. Və giriş edirik. Beləliklə burada artıq bizim Binance hesabımız açılır. Çox rahatlıqla. İndi isə bizdən pasportumuzu yükləməyimizi istəyəcək. Biz bura pasportumuzu, ID kart, şəxsi vəsiqəsi, driver license isə pasportdur. Pravadır. Bu üçündən biri hansı sizə yaxındırsa onu qoyun və qeydiyyatdan keçin. Bu şəkildə burada pasportunuzu ya telefonunuzdan çəkə bilərsiniz, yaxud da upload fotos eləyib pasportunuzu şəklini telefonunuzun yaddaşından bura əlavə eləyə bilərsiniz. İndi sizə qeydiyyatdan keçmiş bir Binance hesabı ilə necə pul bura qoyub, sonra XML perevod eləmək olar, onu göstərəcəm. Gəlirsiniz yenə bayaq kimi Assets-ə, burada yenə Add Funds yerinə girirsiniz. Sonra burada P2P Trading yerində tıklayırsınız. Tıkladıkdan sonra P2P nədir? Məsələn, burada I am new to P2P eləsəz bəzi şeylər göstərəcəklər. Burada I have experience eləyin. Çünki onsuz da mən sizə izah edirəm nəyə necə eləmək lazımdır. Məsələn, Azərbaycanda kimlər ki Binance üzərinə işləyir, pulları var, Ceres kart dəyişdirə bilirlər. Məsələn, bu əgər girib biz alırıqsa indi bu dəqiqə bir dənə, yəni USDT, hansı ki həmən pulu 100 dollar almaq istəyirik də XM hesabımıza qoymaq üçün. İndi gəlirik məsələn bura həmən o P2P-yə girdik, gəlirik burada həmən satıcıları görürük. Burada satıcılara həmişə fikir verin. Çox belə ucuz ya baha olan qiymətlərə aldanmayın. Əsas məsələ buradakı yəni orderlərin hamısının 100% olmağından tamamlanmaqdır. Yəni baxın görün hansı 100% tamamlayıb deməli onlar düzgün satıcılardılar. Bəzən elə olur ki, məsələn burada indi selə girim, yəqin ki olacaq. Məsələn 1.72 ilə kimsə dəyişir, 100%-dir. O Alexine Ale yazılıb ikinci. Bilmirəm indi kimdir, amma bəzən adətən xarici adlarda problemlər olur. Məsələn pul dəyişdirəndə pul atmırlar, ya skam olur, ya nəsə. Baxın həmişə 100% olan kimdirsə onlarla işləyin. Məsələn, indi biz hal-hazırda almalıyıq, hansı ki P2P-dən ödəniş P2P ilə dollar alıb XM hesabımıza qoymalıyıq. Gəlirik burada, baxıram mən üçün qiymət fərq eləmir burada. Sadəcə Azərbaycandan olsun. Ülvi 555 ilə dəyişəcəm.
Limiti 150 manatdır. Mən buna 100 dollar almaq istəyirəm. Gəlirəm bura buy eləyirəm. Burada 170 manat yazacağam. Bu 170 manatı da indi mənə 98 dollar kimi gəlib çatacaq. Hansı ki mən pulu da bunun Kapital bankına vuracağam. Buraya yazılacaq Kapital bank. Yəni Kapital kartımdan onun Kapital bankına göndərəcəm. Place order eləyirəm. Place order elədikdən sonra burada indi bizim chatımız yaranır. Mən girəm burada chat yerinə. Deyirəm ki, salam qaqa, göndərim. İndi o dedikcə göndərdi. Kartda burada da account number yazılıb. Görürsünüz 9223. Onu kopyaladım. Girəm sata. Deyim qoy dəqiqləşdirmək üçün soruşum deyim ki, budur. Bu kartda dəqiq. Qoy dəqiqləşdirək. Mən buna pulu göndərəndən sonra hansı 170 manat göndərməliyəm buna. Həmin o göndərdiyim ödənişin çekini sonra bunu atmalıyam. Mən artıq buna çeki də göndərdim. Bu indi mən buna çeki göndərəndən sonra bu görəcək ki, pul buna gəlib, çeki də göndərdim. İndi bu pulu mənə elə bir ki, burada basacaq ki, yəni mən pulu aldım, transfer notifikasiya edilir. Buradan transfer edirsən ki, yəni sənə göndərdim də, peravad elədim o şey. Artıq biz təsdiqlədik ki, pulu göndərmişik və pulu da ona atmışıq. İndi 5 dəqiqə içində bu pulu mənə bu atmalı. Yəqin ki, onlaynda tez atacaq. Baxaq görək, bizim pulumuzu göndərdi bizim hesabımıza. İndi isə bizim hesabımızda burada baxaq görək, gəldimi? Okey. Buradan bunu USDT-yə çevirin ki, pulumuz görünsün. Bu bizim Binance, yəni Bitcoin hesabımız idi. Görürsünüz, içində nəm qəf quruşu var. USDT-yə giririk. USDT-də 98 dollar bizim pulumuzun olduğunu görsənir. İndi isə bu pulu necə XM-ə keçirdə bilərik, sizə onu göstərəcəm. İndi isə giririk XM hesabımıza. XM hesabımızda həmən o 117 dollar olan hesabımız ki var. Mən bu dərsi ilə bu video üzərindən çəkirdim. Burada gəlirik depozit yerinə tıklayırıq. Sonra yox, bu hesab yox. Bu bir hesaba tıklayırıq. Burada depozit eləyirik. Depozit eləyəndən sonra burada cryptocurrency üzərinə tıklayırıq. Cryptocurrency üstünə qoyandan sonra burada wallet yerində də USDT seçirik. USDT seçəndən sonra da bizim orada nə qədər pulumuz var idi. Qobidən baxın. 98 dollar 21 sent. Sən buraya yazsan 97 dollar. İndi deyəcəm niyə. Gəlirik burada XM eləyirik, sonra bunu da belə eləyirik, depozit eləyirik. Depozit eləyəndən sonra bu indi deyəcək ki, sən 97 dollar qoymaq üçün belə bir səhifə açılacaq. Buradan da TRC20-ni seçin. TRC20-ni seçəndən sonra deyir ki, sən 97 dollar qoymaq üçün 97.00974 göndərməlisən. İndi əlavə nəsə də pul da şey eləyirlər, kod düzgün gəlsin deyə. Sən buradan bu kaşloku kopyala, bu onların bu ikinci bu yazdıqları yazı var ha. Bunu kopyala. Kopyalayandan sonra isə gəlirsən Binance-a. Binance-da da burada pulu çıxartmaq yerinə gəlirik. Basırıq bu USDT-nin üzərinə, hansı ki burada aşağıda var ya, bunun üzərinə basırıq. Basandan sonra burada send var, sendi basırıq. Send basandan sonra bayaq demişdim ki, o P2P-nin yanındakı on-chain withdraw yeri. Həmən withdraw-ya basırsınız. Basandan sonra burada həmən o bayaq XM-də kopyaladığımız şey var idi, adres. Onu qoyuruq bura. Sonra network yerində də gəlirik TRC20-ni seçirik. Sonra burada da maksimum qoyun getsin. Qoy oradakından nədirsə ondan həmişə 1 dollar, 2 dollar artıq qoyun getsin. Onsuz da pul oturacaq sizə. Bastıq, confirm elədik. İndi isə kod gələcək bizim autentikator hesabımıza ya da sizə indi buraya yapışdırdım və beləliklə mən pulu artıq XM hesabıma göndərdim. Beləliklə mən əgər kartımı istifadə eləmək istəmirəmsə, Binance hesabıma pulu qoya bilirəm bu şəkildə P2P ilə və həmən P2P ilə də pulu XM-ə bu şəkildə göndərə bilirəm. Beləliklə yeniləyirik. Baxın, burada payment in progress yazır. Burada quş olanda, yəni o deməkdir ki, gəldi oturdu hesabımıza deməkdir. İndi isə biz XM-dən pulu necə çıxarda bilərik, onu sizə göstərəcəm. Bunun üçün sizə TRC20 adresi lazımdır. Hansı ki, bu sizin Binance-nızın içində yansıyır. Gəlir yenə burada bayaq add funds yerinə, hansı ki, bayaq P2P yerində seçmişdik. Bu səfər P2P-ni yox, on-chain deposit yerini seçirik. Seçdikdən sonra burada USDT-ni seçirik. Biz çünki USDT ilə pul qəbul edəcəyik. Və buradan da ikinci olan Tron TRC20-ni basırıq və bizim kaşlokumuz belə bu şəkildə yansıyır. Bunu kopyalayırıq. Mən indi sizə bu pulu necə çəkəcəm, onu sizə göstərim. Gəlirik XM-ə. XM-in içində
tıklayırıq hesabımızın üstünə və bu səfər buradan withdraw basırıq. Withdraw basdıqdan sonra buradan gəlirik. Withdraw'unu basırıq və please not the following acknowledge eləyirik və buradan da cryptocurrency eləyirik. Gəlirsiniz bu cür bir ekran açılır və buradan da payment metodda cryptocurrency seçirsiniz. Sonra select cryptocurrency'dən USDT seçirsiniz və cryptocurrency adresinə Binance-da bayaq götürdüyünüz kaşloku buraya əlavə edirsiniz. Özü avtomatik TRC20 yazılır. Sonra isə çəkmək istədiyiniz məbləği buraya yazırsınız. Sonra bura quş qoyursunuz və request edirsiniz. İndi isə sizə Binance-dan pul necə nəqləşdirib öz kartınıza keçirdə bilərsiniz, onu sizə göstərirəm. Yenə gəlirsə assetsə, burada yenə send eləyirsiniz və buradan P2P trading yerinə daxil olursunuz. Daxil olandan sonra isə bu səfər buy yox, sell yerində olursunuz. Sonra gəlirsiniz burada professor az var, bir də 11 mən 1.69-la dəyişdirəcəm, yox 1.69 olmur. Baxaq limitlər kimdə düzgündür. Məsələn bu təzə satıcıdır, istəmirəm. Biraz köhnə satıcıya ehtiyacım var. Bu 101-ci Latoya Nasmiyaz xaricidir, öz ABB banka göndərir, o mənə sərf eləməyəcək. Düşür aşağı. Məsələn burada Leo Bank var, 17 manat pulu var amma bunun cəmi. İndi isə baxırıq aşağılara. Bu Lozer Fund var, bu da xarici addır, istəmirəm xarici ilə dəyişdirmək. CryptoGain, bu kim buradandır, bundan dəyişdirmək olar. Buradan sell eləyirəm, sell eləyəndən sonra burada all eləyirəm, yəni $100 hamısını dəyişdirirəm. Və burada da mənim Leo Bank kartım var, place order eləyirəm, acknowledge eləyirəm, vəsə. Və beləliklə mən buna order açdım, 168 manat dəyərində, $100 görə mən 169 manat pul gələcək. İndi burada da çatda baxırıq, yazıb ki, salam ödəniş limitə görə yaxınlarımın kartından da ödənir, problem varsa order açmayın. Problem yoxdur, göndərin. Elə qutardı getdi. Bu da mənim indi kartıma pulu vurandan sonra mən bu sifarişi gəlib buradan payment received nöqtəsi açılacaq. Hansı ki o özü də göstərəcək ki, mən ödəniş eləmişəm, qutarmışam və burada bu payment received olan düymə yanacaq. Və mən onu basaraq bu pulu ona buraxacağam ki, bəli, mənə pul gəldi və mən artıq bu pulu sizə verirəm. Sizin kartınıza bu məbləğ gəlməyənə qədər bu aşağıdakı payment received düyməsinə qətiyyən basmayın. Əgər bassa, sonra sübut eləməyəcəksiniz ki, bu sizə pul göndərməyib, uzanacaq problemlərə düşəsiniz, support, dəstək zad, yəni lazım deyil də. Birinci bu pul sizin kartınıza gəlsin, sonra qəbul edin. Birinci sizin kartınıza pulun sizin karta oturmadan öncə bu aşağıdakı düyməyə qətiyyən basmayın. Çünki əgər bassaz, sonra Binance-a məcbur olub dəstəklərini yazmalı olacaqsınız və uzun söhbətlər olacaq. Sübutlar, videolar falan istəyəcəklər ki, siz həqiqətində bu pulu qəbul eləməmisiniz. Ona görə bu pul sizə gəlməyənə qədər qətiyyən heç nə eləməyin. Gördüyünüz kimi bu adam artıq burada chatda mənim mesajımı gördü və basdı ki, ödəniş eləyib, düzdür hələ gəlməyib ödəniş, amma kartıma ödəniş gələn kimi mən buradan payment received eləyəcəm. Bu mənə çeki göndərməyənə qədər mən bunun ödənişini qəbul eləməyəcəm. Belə. Bu qədər dostlar, hər birinizə uğurlar. Növbəti dərslərdə hər birinizi gözləyirəm. Nə sualınız varsa burada videonun altındakı şərh bölməsinə yaza bilərsiniz. Videoda nələr əlavə olunmalı idi, nələr sizi maraqlandırır, hər birini soruşa bilərsiniz. Bu dərslər mən tərəfdən hər zaman pulsuz olacaq və hər zaman sizə dəstək göstərəcəm. Qarşılığında sadəcə like və komment yazmağı unutmayın dostlar. Sağ olun.